Qaymorit sadəcə bir xəstəlik deyil, eyni zamanda beynivi oksigensiz saxlamaq deməkdir. Çünki qaymorit zamanı burun daima tutulu olur, nəticədə beynə oksigen çatmır. Bu da başda yaddaşsızlıqdan başlayaraq bir neçə problemlərə, yorğunluğa, halsızlığa, iş fəaliyyətinin azalmasına səbəb olur. Eyni zamanda da qaymorit ağrılar yaradır, burundan seleklik şanın axması, mavi rəngdə axıntılar, göz altında, burun ətrafında ağrılar, başını anidən hərəkət elətdirəndə sanki iynə batırmış kimi sancı başlayır. Yaxşı, bu qaymoritdən necə qurtulmaq olar? Çünki qaymorit elə bir xəstəlikdir ki, hava bir balaca soğuyan kimi düz havalar isinənə qədər sən o xəstəliyin məhkumusan. Bu xəstəlikdən qurtulmağın yolunu izah edəcəm sizə. Amma əvvəlcə ekrandakı ürəyi qızardır. Yaxınlaşırsınız aptekə, Sinusol Majoron spreyi alırsınız. Bu spreyi deməli nə edir? İstifadə etdiyiniz zaman burun boşluqlarında yığılan iltihab da qaymorit yəni odur. Burada iltihab yığılır. Onun hamısını təmizləyir, gətirir, ağrıları kəsir, nəfəs almanızı bərpa eləyir. Üstəlik o istifadə etdiyiniz spreylər var. Burnunuz açıq qalsın deyə istifadə edirsiniz, amma artıq o spreylərin məhkumusunuz, asılı vəziyyətə düşmüsünüz. Həmin o spreylərin yaratdığı asılılığı da aradan qaldırır. Ölkənin bütün apteklərində var. İstifadəsi 4 yaşından başlayaraq həm uşaqlara, həm də böyüklərə uyğundur. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalın. Əzlasınız, baloğlanla hər zaman, hər mövzuda sağlam qalasınız.